Salam hörmətli izləyicilər, Neytral Zonada xoş gördük. Bu dəfəki mövzumuz Azərbaycan səfirliyinin vurulması, Rusiya-Ukrayna müharibəsi və ümumiyyətlə Rusiya-Azərbaycan münasibətləri ilə bağlı olacaq. Və dünən artıq məlumat yayıldı. Azərbaycan tərəfi rəsmi olaraq Rusiya səfirini Xarici İşlər Nazirinə dəvət elədi, nota təqdim elədi və bundan əlavə səfirliyin ərazisinin video görüntülərini, foto görüntülərini yayımladı və daha sonra da Azərbaycan prezidenti ilə Rusiya prezidenti arasında bir telefon danışığı oldu və rəsmi bu ki, Rusiya tərəfinə ümumiyyətlə bu səfirliyin binasının vurulması, binanın ətrafının ən azından ərazisinə raketin qalıqlarının düşməsi ilə bağlı bir hesabat tələb elədi. Və təbii ki, rəsmi Bakının bu cür davranması doğrudur, düzgün yanaşmadır və bu məsələdə Azərbaycan tərəfi ümumiyyətlə dəfələrlə olub ki, bu məsələdə Azərbaycan tərəfi bu cür mövqe göstərib və hesab edirəm ki, bu mövqe kifayət qədər Azərbaycan tərəfi üçün həm haqlıdır, həm də Azərbaycan tərəfi hesabat sormaqda Rusiya tərəfindən hesab edirəm ki, doğru addımlar atır. Gərək Rusiyanın hücumları zamanı səfirliklərin ümumiyyətlə vurulmasına və digər məsələləri, ümumiyyətlə bütün müharibələrdə, istər İraq müharibəsi olsun, istər Əfqanistan müharibəsi olsun, Yugoslaviyada baş verənlər olsun, bütün bunların hamısında səfirliklərin hansısa bir səfirliyin binasına, hansısa bir səfirliyə zərərlər dəyər. Yəni, müharibələrdə əslində hansısa başqa bir ölkənin səfirliklərinə zərbənin endirilməsi, zərərin dəyməsi normal hal kimi artıq qəbul olunur. Dünyada nə qədər bu qadağan olunsa da, bu məsələyə ciddi yanaşılsa da, çünki əgər müharibə baş verirsə və Azərbaycan tərəfi, misal üçün Azərbaycan tərəfi əgər səfirliyin fəaliyyətini davam elətdirirsə, təbii ki, tərəflərə həmən ərazinin koordinatını verir və bu ərazinin qorunmasını tələb eləyir. Məsələn, Rusiya-Ukrayna müharibəsi zamanı Kiyevdə çoxlu sayda səfirliklərin binalarına zərər deyib. Amerikanınkına dəyib, Argentinanınkına dəyib və Avropanın bir neçə ölkələrinin səfirliklərinin binasına dəyib. Amma mənim diqqətimi çəkən burada ən önəmli məsələ Rusiyanın Ukraynaya hücumları zamanı bəlkə də deyərdim ən çox səfirlik, konsulluq və Azərbaycana aid olan məsələlərdən çox zərər çəkən ölkə Azərbaycandır. Çünki 2 dəfə səfirliyin binasına zərbə indirilib, yəni 2 dəfə səfirliyin binası zərər görüb. Yəni zərbə indirilib də niyə görə tam dəqiq də demək olmur? Çünki yəni binanın özü partlamayıb, özünə dəyməyib. Belə rəsmi açıqlamada da bildirilmişdi ki, raketin qalıqları divarı dağıdıb, hasarı dağıdıb və oradakı hansısa pəncərələri qırıb maşınlara, xidməti maşınlara zərər verib. Bundan öncəki dönəmdə də bir dəfə Azərbaycan səfirliyinə zərər yetirilmişdi. Bundan əlavə Azərbaycan konsulluğuna zərər yetirilib indiyənə qədər bir neçə dəfə və təbii ki, SOCAR-a 2 dəfə zərər yetirilib. Yəni Rusiya Ukraynada apardığı müharibədə bəlkə də ən çox zərəri rəsmi Bakıya aid olan, Azərbaycana aid olan səfirliklərə, konsulluqlara və yaxud da ki, Azərbaycanın dövlət neft şirkəti olan SOCAR-a indirdiyi zərbələr olub. Bu, niyə bunu edə bilər? Ümumiyyətlə, bir çox mülahizələr, bir çox fərziyyələr və yaxud da ki, variantlar səsləndirə bilərik. Əsas variantlardan biri ola bilər ki, ümumiyyətlə, Rusiya tərəfi istəyir ki, ümumiyyətlə, Ukraynanın yanında heç bir dövlət qalmasın və Ukraynanın ümumiyyətlə müdafiə eləyəcək, hətta ən sadə bir formada belə, hansısa bir formada dəstək verəcək heç bir ölkə qalmasın. Bu variantlardan biri ola bilər və yaxud da ki, bu səfirliklərin binasına belə bilərəkdən və yaxud da ki, ətrafına bilərəkdən zərbə indirir ki, orada heç bir ölkənin diplomatik nümayəndəliyi qalmasın. Bu variantlardan ikincisi və əsas məsələlərdən biri odur ki, müəyyən mənada mesajlar verə bilərlər ki, niyə görə bu səfirliyi vururlar? Çünki Azərbaycanın ümumiyyətlə Rusiya-Ukrayna müharibəsində mövqeyi belədir. Ümumiyyətlə Azərbaycanın bütün müharibələrdə mövqeyi belədir ki, Azərbaycan həmişə işğalçıya qarşı olur və qarşı tərəf həmişə dəstəkləyir. Biz bunu Gürcüstanda da rəsmi Bakı dəfələrlə Cənubi Osetiya və Abxaziya məsələsində dəfələrlə ümumiyyətlə
bəyan edir və bildirir ki, o ərazilər Gürcüstana məxsusdur və Gürcüstan ərazisi işğal altındadır, haqlı mövqedir. Bir çox ərazilərdə, yəni dünyanın harasında olur olsun, çünki Azərbaycan özü işğala məruz qalmış bir ölkədir. Ona görə də hesab edirəm ki, rəsmi Bakının bu cür davranmağı, bu cür addımlar atmağı və bu cür fikirlər səsləndirməyi doğru yanaşmadır. Bundan əlavə, ümumiyyətlə, regionda da müəyyən proseslər gedir və bu regionla bağlı biz onun şahidi ola bilirik ki, həm misal üçün Orta Asiya ölkələrinin, Qazaxıstan, Qırğızistan, Özbəkistan və digərlərinin Vaşinqton səfəri oldu. Vaşinqton səfərindən dərhal sonra Qazaxıstan prezidentinin Rusiya səfəri oldu. Özbəkistan prezidenti ilə danışıqlar baş verdi və burada Amerikanın da bu proseslərin içərisinə, yəni ümumiyyətlə bu regionda böyük dövlətlərin, yəni böyük dövlətlər dediyimiz xüsusilə Rusiya, Çin və Amerikanın müəyyən mənada həm də Avropa İttifaqının bir savaşı gedir. Dolayı yolla Rusiya tərəfi bəzi dövlətlərə, bəzi ölkələrə ümumiyyətlə haranı seçmək lazım olduğu, ümumiyyətlə mövqeyini konkretləşdirməsi ilə bağlı fikirlər ifadə edə bilər və ona görə də bu tip addımlar atdığını düşünmək mümkün variantdır. Çünki İskəndər M raketləri düzdür, Azərbaycanda hər kəs deyir ki, Rusiyanın istehsal etdiyi raketlər dəqiq deyil, problemlidir. Amma etiraf eləmək lazımdır ki, İskəndər M raketləri kifayət qədər dəqiq raketlərdir və o raketin təsadüfən və yaxud da ki, hansısa bir formada azıb gəlib, yəni Azərbaycan səfirliyinin ətrafına düşməsi inandırıcı deyil və səfirliyin ətrafında olan təxminən 500.000 metr məsafəni bir araşdırdım və məlum oldu ki, o ərazilərdə demək olar ki, hərbi obyekt yoxdur. Yəni ona görə də bunun təsadüfi olduğu o qədər də inandırıcı görsənmir. Düzdür, müharibələrdə, təkrar edirəm, müharibələrdə bu tip hallar olur, amma müharibələrdə həm də dövlətlər səfirliklərin ərazilərini, səfirlikləri qorumağı öhdəlik götürürlər və borcudur. Yəni dövlətlərin bu səfirlikləri qoruması məsələsi. Ona görə də hesab edirəm ki, Rusiyanın burada maraqları var və Rusiyanın Azərbaycanla bağlı, ümumiyyətlə Rusiya-Azərbaycan münasibətlərinin tamamilə yaxşı olduğunu və ümumiyyətlə ölkə arasında gərginliyin tamamilə aradan qalxdığını demək o qədər də inandırıcı deyil və bir şey də nəzərə almaq lazımdır ki, biz Rusiyaya baxanda biz elə düşünürük ki, məsələn rəsmi Moskva və yaxud da ki, Putin eləyə bilər. Ümumiyyətlə Rusiyanın siyasəti çox şaxəlidir və ona görə də konkret demək olmur və konkret bildirmək olmur ki, bunu hansı qanad eləyib, Rusiyada kim eləyib, qərarı kim verib, niyə verib. Ona görə də, amma ümumi bizim gələcəyimiz nəticə ondan ibarətdir ki, hesab eləyirəm ki, Rusiya bu məsələdə müəyyən mənada həm Azərbaycana, həm bəzi ölkələrə müəyyən mənada mesajlar göndərir və mesajlarla bildirməyə çalışır ki, bu məsələdə istər Rusiya-Ukrayna məsələsində və bundan əlavə Cənubi Qafqazda və ümumiyyətlə Orta Asiya ilə bağlı məsələlərdə dövlətlər öz mövqelərini ortaya qoysunlar və prosesin necə, hansı formada və hansı ölkənin yanında olacaqlarını ən azından nümayiş elətdirsinlər. Düşünürəm ki, müharibə davam eləyəcəksə, bu müharibənin davam eləyəcəksə yenidən və yenə də hansısa səfirliyin və yaxud da ki, konsulluğun, hətta Azərbaycanın ümumiyyətlə səfirlik və konsulluğunun yenidən vurulma və yaxud da ki, zərər verilmə ehtimalları varmı? Var və bu qaçılmaz məsələdir. Çünki həqiqətən də müharibədə bir gecə ərzində, bir gecədə təsəvvür eləyək ki, bir gecəyə 400 dron göndərilmişdi həmin gecə, 40 dənə də raket göndərilmişdi və ona görə də düşünürəm ki, bu tip hallar daha da artacaq, bu məsələ daha da artacağı gözləniləndir və istənilən bir formada zərərin olma ehtimalı son dərəcə yüksəkdir. Hesab edirəm ki, Rusiya-Ukrayna müharibəsi indi şiddətli mərhələsinə keçib, bu müharibənin daha da şiddətlənəcəyinin şahidi olacağıq və ümumiyyətlə qış kampaniyasında
havaların ümumiyyətlə hava şəraiti də dronları istifadə etmək çətin olacağı üçün hava şəraiti imkan verəcək ki, ən azından tərəflərdən hansısa biri, yəni Rusiya işğal eləyəcəksə ərazini daha da genişləndirsin. Ukrayna əgər öz ərazilərini işğaldan azad edəcəksə, daha da geniş ərazilərə çıxsın. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, var olun.